Martın 2-sində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Belə şagirdlərdən biri də Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Gülçin Kərimovadır. Bizim medianın Aram bürosu üzrə müxbir buraxılış imtahanında 300 bal toplayan Gülçin Kərimova ilə həmsöhbət olub. Həkim olmaq arzusunda olduğunu dilə gətirən Gülçin Kərimova əldə etdiyi uğurla bağlı təəssüratlarını bölüşüb. Məktəbə ilk başladığım vaxtdan bəri dərslərimə xüsusi diqqət yetirirdim. Heç bir fənni bir-birindən ayırmır, hamısını yerli yerində oxuyurdum. Lakin 9-cu sinifə çatanda mən qərar verdim ki, həkim olacağam və kimya, biologiya, fizika kimi bu ixtisasa aid olan fənlərə xüsusi diqqət yetirdim. Bəli, 11-ci sinif buraxılış imtahanında maksimum nəticəni əldə etdim. Ümumiyyətlə bu həm xüsusi diqqət, həm də əzmkarlıq tələb edir. Gərək şagirdlər vaxtında dərslərini oxuya, sadəcə 10-cu, 11-ci sinifə dərsləri saxlamaya. Yəni 5-ci sinifdən, hətta mən deyərdim 1-ci sinifdən etibarən uşaqlar dərslərini vaxtında yerinə yetirsin ki, 10-cu, 11-ci siniflərdə artıq çətinliklərlə üzləşməsinlər. Yüksək nəticə göstərən şagird uğuruna görə müəllimlərinə də təşəkkür edib. Buna görə mən Günəş müəlliməyə, valideynlərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Qeyd edək ki, Gülçinin müəllimi Günəş Xudiyeva yerli büromuza bu uğurun təkcə Gülçinin deyil, bütövlükdə məktəbin uğuru olduğunu bildirib. Onun sözlərinə görə Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə Gülçinlə yanaşı ümumilikdə 16 şagird 200-dən yuxarı bal toplayıblar. Bu isə rayon üzrə rekord göstəricidir. Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media, Aram bürosu.